Salam. Coğrafya 8-ci sinif kiçik summativ qiymətləndirmə nömrə 7 üzrə nümunəvi suallara baxırıq. Birinci sual. Bitkilər tərəfindən baş verən aşınma necə adlanır? Deməli, bildiyimiz kimi aşınma 3 növə bölünür. Fiziki aşınma, kimyəvi aşınma və üzvü aşınma. Fiziki aşınma temperaturun təsiri ilə gedir. Kimyəvi aşınma suyun təsiri altında, yəni suda həll olunan suxurların təsiri altında. Üzvü və yaxud da bioloji aşınma isə bitkilər və yəni canlı orqanizmlərin təsiri ilə gedən aşınma növünə üzvü və yaxud da bioloji aşınma deyilir. İkinci sual. Cümləni tamamlayın. Qeyri-üzvü maddələrdən üzvü maddələr yaradır. Demək, bitkilər qeyri-üzvü maddələrdən üzvü maddələr yaradır. B bəndi olmalıdır, düzgün cavab. Üçüncü sual. Coğrafi təbəqənin inkişafının ilkin mərhələsində nələr olmuşdur? Deməli, coğrafi təbəqənin ilkin mərhələsində dağ suxurları, hava və su mövcud idi. Daha sonra bitkilər, heyvanlar, insanlar yaranmışdır. Coğrafi təbəqədə proseslərin nəyin hesabına baş verir? Deməli, coğrafi təbəqədə proseslər baş verməsi üçün enerji lazımdır. Bu iki növ enerji, günəş enerjisi və yerin daxili enerjisi hesabına coğrafi təbəqədə proseslər baş verir. Beşinci sual. Uyğunluğu müəyyən edin. Ekvatorial enlik, subekvatorial enlik. Birinci A bəndi. Bitkilərin əksəriyyəti həmişə yaşıldır. Bu, ekvatorial enlikə aid xüsusiyyətdir. İl boyu həmişə isti və rütubətli olduğu üçün bitkilər də həmişə əksəriyyəti həmişə yaşıldır. Sonra il ərzində 1000-2000 mm yağıntı düşür. Bu, əsasən subekvatorial enliklər üçün səciyyəvi xüsusiyyətdir. Çünki ekvatorial enliklərdə yağıntının miqdarı ondan çox, yəni 2000-3000 mm qədər düşə bilər. İstilik və rütubət kifayət qədər var. Bu, ekvatorial enliklərə xüsusiyyətdir. Qış fəsli quraq keçir. Bəli, qış fəsli quraq keçir subekvatorial enliklərdə, çünki qışda burada tropik hava kütlələri hakim olur. Deməli, A, C, B, D olmalıdır. Yəni, düzgün cavab B bəndi. 6-cı sual. Mülayim enliklərin meşələri haqqında hansı fikir doğru deyil? Bitki və heyvanlarla zəngindir. Bəli, bitki və heyvanlarla zəngindir. Bəzi hissələrin tayqa deyilir. Bəli, iynə yarpaqlı meşələr hissəsinin tayqa deyilir. Doğru fikirdir. Geniş əraziləri əhatə edir. Bəli, əsasən Avrasiya və Şimali Amerikada geniş əraziləri əhatə edir. Həmişəyaşıl ağaclar üstünlük təşkil edir. Bəli, tayqada, yəni iynə yarpaqlı meşələrdə həmişəyaşıl ağaclar üstünlük təşkil edir. Tayqada enli yarpaqlı ağaclar üstündür. Xeyr, tayqada enli yox, iynə yarpaqlı ağaclar, yəni iynə yarpaqlı meşələr təbii zonasında tayqa deyilir. 7-ci sual. Çöl, yarım səhra və savanna təbii zonaları verilir bizə. Uyğunluğu müəyyən etməliyik. İsti və quru iqlimə malikdir. İsti və quru iqlimə malik olan yarım səhralar əsasən isti və quru iqlimə malikdir. Yayı rütubətli, qışı quraq keçir. Bu, savannalara aid xüsusiyyətdir, çünki yayda ekvatorial, qışda isə tropik hava kütlələri hakimdir. Ot örtüyü üstünlük təşkil edir. Bu, çöl zonasına, yəni ən məhsuldar təbii zona olan çöl təbii zonasına aiddir. Yəni, burada uyğunluq C, A, B şəklində olmalıdır. Yəni, bu da bizə D bəndində verilib. 8-ci sual. Azərbaycan haqqında verilən fikirlərdən hansı düzgün deyil? Lənkəran ovalığında rütubətli həmişəyaşıl subtropik meşələr yaranır. Bəli, bu doğru fikirdir. Şabalıd, yarpaq, palıd və dəmir ağac endemik bitkilərdir. Bəli, Lənkəran ovalığında yayılan endemik bitkilərdir. Kür çayı boyunca tuqay meşələri yaranır. Bəli, bu da doğru fikirdir. Ağacların əksəriyyəti iynə yarpaqlıdır. Xeyr, Azərbaycanda yayılan ağacların kiçik bir hissəsi iynə yarpaqlı ağaclardır. Əksəriyyəti bizdə enli yarpaqlı meşələrdir. Düzən ərazilərdə sürünənlər, gəmiricilər daha çoxdur. Bəli, bu da doğru fikirdir. 9-cu sual. Şimal tropikindən şimal qütb dairəsinə qədər mövcud olan təbii zonaların adlarını yazın. Deməli, şimal tropikində əsasən formalaşır. Səhra və yarım səhralar. Səhra və yarım səhra olmalıdır. Sonra cod yarpaqlı meşələr təbii zonası formalaşa bilər. Cod yarpaqlı meşələr təbii zonası həmişə yaşıl. Sonra çöl təbii zonası, çöl, meşə çöl. Enli yarpaqlı meşələr. Sonra qarışıq meşələr. Sonra iynə yarpaqlı meşələr və yaxud da tayqada deyilir bura.
Yəni bu formada davam etmək olar. Yəni əsasən bu təbii zonalar orada müşahidə olunur şimal tropikindən şimal qütb dairəsinə qədər. 10-cu sual. Düzgün sıraları müəyyən edin. Savanna Afrikada yayılıb, doğrudur. Amerikada yayılıb, bəli, Amerikada da yayılıb. Asiyada yayılmayıb deyilir, amma əslində Asiyada yayılıb olmayı. Çünki Asiyada Hindistan və Hinçin yarımadalarında savannalar geniş yayılıb. Səhra Afrikada düzdür var. Amerikada da var. Asiyada da var. Yəni burada Amerika yoxdur deyilib, yəni bu səhvdir. Çöl Afrikada düzdür, yoxdur. Amerikada var. Asiyada var. Asiyada Qazaxıstandır, sonra Rusiyadadır, çöl zonası yayılıb. Tayqa Afrikada yoxdur. Amerikada var və Asiyada da var. Deməli 3, 4 doğrudur. Tundra Afrikada yoxdur. Amerikada var. Asiyada da var. 3 və 4 doğru fikirdir bizə burada. Deməli düzgün cavabımız C bəndi.